Bugünkü mövzumuz bizim aslında Ərəb xilafəti haqqında olacaq. Yəni biz Ərəb xilafətinin adını Azərbaycan tarixində eşitdikdə Azərbaycan Ərəb xilafətinin tərkibində. Bu günlərimdə Ərəb xilafətinin özünü öyrənəcəyik. Yazmışıq ki, ərəblərin həyat tərzi. Ümumiyyətcə ərəblər harda yaşayır? Deyirik ki, Afrika ilə Asiyanın qovuşduğu yerdə və yaxud da Asiyanın cənub-qərbində Ərəbistan yarımadası. Bax, işarə eləyirik. Ərəbistan yarımadasında ərəblər yaşayır. Deyirik ki, bax bu nədir? Ərəb deyəndə ağlımıza nə gəlir olaraq? Səhralıq. Yəni oranın da çox hissəsi səhralıqdan ibarətdir. Ümumiyyətcə Ərəbistan yarımadasının müəyyən yerləri var ki, ora biraz yağıntı alır deyə, orada əkinçilik üçün şərait var. Məsələn, az hissəsi cənubdadır. Bir miqdarı bax bu şərq ərazisindədir, eyni zamanda qərb ərazisində bəzi yerlər var ki, yağıntı alır deyə orada əkinçilik var. Amma mərkəz hissədir, eyni zamanda şimal hissədir. Bura nədir? Bura əsasən quru ərazilərdir. Yəni ora əkinçi, yağıntılıq almır deyə orada əsas iş nə olacaq? Heç nə də köçəli maldarlıq olacaq. Məsələn, kim yaşayırdı mərkəzi, şimali Ərəbistanda? Deyir ki, bədəvilər yaşayırdı. Onlar nə idi? Əhalinin əksəriyyətini təşkil edirdi. Köçəli maldarlıqla məşğul oldu, dəvə saxlayırdılar. Dəvəni də nə adlandırırdılar? Səhra gəmisi adlandırırdılar. Aydın oldu mu? Bəli, bir də var nə? Bax, burada məşhur 2 dənə şəhər var idi. Biri Mədinə şəhəridir, bax burada. Biri də Məkkə şəhəridir. Bax, bu 2 şəhər deyirik, əsasən ticarət mərkəzləridir və bir-biri ilə də rəqabətdə idi. Mədinə ilə Məkkəni, Mədinənin əvvəlki adı Yəsrib şəhəri olur. Sonradan Məhəmməd Peyğəmbərə görə Peyğəmbər şəhəri, Mədinə adlandırılır. Deməli, bu Məkkə ilə Mədinə bir-biri ilə ticarət uğrunda mübarizə aparır. Və əsasən də biz burada Məkkənin adını çəkməliyik ki, deyir ki, Məkkədə kimlər yaşayırdı əsasən? Qureyşilər tayfası yaşayırdı. Ərəblərin əsas ticarət və dini mərkəzi idi. Çünki əhalinin əksəriyyəti nə idi həmin dövrdə? İslam dini yayılmamışdı axı. Əhalinin əksəriyyəti bütpərəst idi. Hər tayfanın özünün bütü var idi ki, həmin bütlərin də hamısı Kəbədə yığılmışdı. Kəbə bizim müqəddəs yerimizdir, amma həmin dövrdə Kəbə kimlərin əlində idi? Bütpərəstlərin əlində idi və çoxlu bütlər yığılmışdı ora. Aydın oldu. Məkkə, Mədinə haqqında danışdıq, bədəvilər haqqında danışdıq. 610 İslam dini. İslam dinindən danışmamışdan əvvəl görə İslam dini nə cür yarandı? Deyir ki, Məhəmməd Peyğəmbər tərəfindən yaradılıb. Məhəmməd Peyğəmbər özü 570-ci ildə Məkkədə anadan olur. Az yaşlı olanda anasını, atasını, övladlarını, valideynlərini itirir. Qohumlarının himayəsində böyüyür. Əsasən də ticarətlə məşğul olur. 610-cu ildə 40 yaşında nə oldu? Məhəmməd Peyğəmbərə peyğəmbərlik verildi. Hira mağarasında ilk vəhilər gəldi və 3 ildən sonra 613-cü ildə artıq başladı nə etməyə? İslam dinini yaymağa, yəni onu təbliğ eləmək. Ümumiyyətcə İslam nə deməkdir? Allaha təslim olma, salamatlığa çatma mənalarını verir. O İslam dinini qəbul edən müsəlmanlar da Allaha təslim olmuş, salamatlığa çatmış mənasında işlədilir həmin müsəlman sözü. Aydın oldu. Bura yazmışıq nə? Hicrət ili. Görək bu hicrət tarixi nə deməkdir? Deyirik ki, artıq Məkkədə yaşayırdı axı Məhəmməd Peyğəmbər. Başladı bütpərəstlər tərəfindən sıxışdırılmağa, öz tərəfdarlarını yığıb köçür hara? Yəsribə. Nə vaxt getdi Yəsribə? 622-ci ildir. Onunla da Yəsrib adlandırıldı Mədinə, yəni Peyğəmbər şəhəri. Eyni zamanda İslam tarixinin başlanğıcı qoyuldu. Yəni hicrət tarixi başladı. Bugünkü gün müəyyən ölkələr var ki, məsələn biz miladi təqvimlə gedir, İsa Peyğəmbərin doğulduğu tarixlə. Amma bəzi ərəb ölkələr var ki, hərədə hansı tarixlə gedir? Hicri tarixlə gedir. Yəni İslam tarixinin başlanğıcı tarixi ilə gedirlər. Bunların müqəddəs kitabı nə idi? İslam dininin müqəddəs kitabı Quran idi ki, Quran sözünün mənası ilə oxumaq demək. 114 surədən ibarət idi. Deyir ki, hər bir cümləsi də bir ayə idi. Bu dərinliyinə getmirik. Məsələn, deyir ki, 5 şərti var da, İslam, müsəlman olmanın 5 şərti var. Kəlimə şəhadətdir, gündə 5 dəfə namaz qılmaqdır, eyni zamanda Ramazan ayı oruç tutmaqdır və eyni zamanda hər ilin sonunda əlində olan o pulun daşına bilən əmlakın 5də birini xümus kimi verməkdir. İmkan daxilində ömürdə bir dəfə Kəbəni ziyarət etməkdir. Bu nə idi? İslam dininin şərtləri nə idi? Bu bizə elə o qədər də lazım deyildi. Yəni həyat üçün lazımdır da, imtahan üçün o dərinliyinə getməyə ehtiyac deyil. Burada yazmışıq ki, Bədir döyüşü. Bəli, artıq Məkkəlilər qəbul eləmirdi. Çünki Məhəmməd Peyğəmbər yaxşı idarə edirdi, Mədinə get-ged inkişaf edirdi deyə Məkkəlilərlə Mədinəlilər arasında 624-cü ildə Bədir döyüşü baş verdi. Həmin döyüşdə deyirik ki, Mədinəlilər qələbə çaldılar və bundan sonra olan bir neçə döyüşdə yenə də Məkkəlilər məğlub oldu və nəhayətində Məkkəlilər və Mədinəlilər arasında 630-cu ildə sülh bağlandı. Ondan sonra Məhəmməd Peyğəmbər
daxil olur hara? Məkkə şəhərinə və bununla da İslam dövlətini yaratdı. Deyirik ki, Məkkədə gedir İmam Əli əleyhissalamla birlikdə Kəbəni bütlərdən təmizləyir və Kəbəni nə adlandırır? Allahın məbədi elan eləyir və dövləti yaradır. Elə ilk hökmdarı, ilk başçısı kim olmuşdu? Məhəmməd peyğəmbər özü olmuşdu. 630-da yaratdı, 632-ci ilə qədər özü idarə edir. Məhəmməd peyğəmbərdən sonra deyirik xəlifələr dövrü gəlir. Çünki indi bizim kitablarda yoxdur, ərəb mənbələrində var. Qədirxum hadisəsi baş verir. Məhəmməd peyğəmbər deyir ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Yəni İmam Əlidən gedir söhbət. Lakin baş verən müəyyən orada siyasi proseslər baş verir ki, ona görə İmam Əli hakimiyyəti ələ ala bilmir. Onun yerinə gəlir Əbu Bəkir, sonra Ömər, sonra Osman, sonra da İmam Əli gəlir 4-cü olaraq. Yəni 4 dənə xəlifənin dövrünü biz kitablarımızda Rəşidi xəlifələr dövrü adlandırırıq. Paytaxt hara olubdu? Mədinə şəhər olur, eyni zamanda Məkkə şəhər olur, bir də Kufə. Yəni Kufənin adı verilmir. İmam Əlinin dövründə paytaxt çünki Kufə olurdu. Yaxşı, bu Rəşidi xəlifələrinin dövründə yazmışıq ələ keçirilən ərazilər. Haralar ələ keçirildi? Bax, deyirik ki, bütün Ərəbistan bütün Ərəbistan yarımadası fəth olunur. Bunların dövründə. Eyni zamanda bir dəqiqə buranı silək, çox qarışıqlıq düşməsin. Bəli, deyirik ki, bax, xəlifələrin dövründə ələ keçirilən ərazilər tamamilə Ərəbistan yarımadası ələ keçirildi. Bundan başqa Bizans və Sasanilərlə müharibələr başlayır və onların əraziləri fəth olunur. Məsələn, hara Bizansın əlində var idi? Misir, bax işarələyirəm. Eyni zamanda Fələstindir, Suriyadır. Bax, bu ərazilərdə Fələstin, Suriya, Misir, bu ərazilər Bizansın əlində idi ki, Rəşidi xəlifələrin dövründə bunlar ələ keçirildi. Bundan başqa 651-ci ildə biz bunu Azərbaycan tarixində keçmişik. Sasanilər dövləti, yəni Sasanilər dövləti bu ərazidə yerləşirdi. Sasanilər dövləti nə oldu? Süquta uğradıldı, onda torpaqları ələ keçirildi. Və bundan başqa burada yerləşən Xəzər xaqanlığı ilə də aralarında 1-ci və 2-ci Bələncər döyüşləri olub ki, bunu da biz Azərbaycan tarixində keçmişdik. Yəni Rəşidi xəlifələrinin dövründə dedik ki, Bizans imperiyasının Fələstin, Suriya, Misir kimi ərazilər ələ keçirilir. Eyni zamanda Sasani imperatorluğu süquta uğradılır, torpaqlar ələ keçirilir. Xəzərlərlə aralarında müəyyən döyüşlər baş verir. Yaxşı, bəs niyə asan qələbə qazanırdı bunlar? Deyirik ki, xalq Bizans və Sasanilərin ağır vergi siyasətindən cana yığılmışdı. Bunlara bir xilaskar kimi baxırdılar. Eyni zamanda Sasani və Bizans bir-biriyle o qədər müharibə eləmişdi ki, zəifləmişdi. Həm də ki, bunlar İslam ehkamlarına riayət edirdilər də, xalqı incitmirdilər, xalqı ağır vergilərlə yükləmirdilər, qılıncdan keçirmirdilər. Bugünkü qılınc müsəlman deyirik, yalan bir məsələdir. İndi mən sənə deyəcəm qılınc müsəlmanları kimlər olubdu. Yəni bu kimi proseslər baş verir ki, artıq insanlar onlara bir xilaskar gözündə baxırdı. Amma nə oldu? 661-ci ildə İmam Əli əleyhissalam Muaviyə tərəfindən zəhərlənəndən sonra Əməvilər sülaləsi gəlir hakimiyyətə. Bununla da ərəb xilafətinin başına daş düşür. Niyə? Çünki ərəblər artıq bununla da millətçilik başlayır. Deyirlər ki, ərəblərə gəlib deyə İslam dini ən üstün din nədir? Daha doğrusu ən üstün millət ərəblərdir. Yerdə qalan türklər, farslar bizdən aşağı millətdilər. Çünki onlar sonradan qəbul edibdir. Yəni biz üstünlük deyə bizə gəlibdir. Millətçilik yaradılar. İslam dinində də ən böyük günahlardan biri nə idi? Millətçilik idi. Çünki Allah Taala heç bir insanı millətinə görə sorğulamır, dininə görə sorğuluyur. Yəni rəngin qara da ola bilər, arıq da olarsan, kök də olarsan, millətin fərqi yoxdur. Yəni əgər müsəlmandırsa hamı qardaş sayılmalıdır İslam dinində. Yəni belə bir proseslər var ki, artıq bunlar onun əksinə getdilər Əmavilər sülaləsi. Yaxşı, işğal etdiyi əraziləri görək. Hansı əraziləri işğal eləyirlər? Dedik axı Misir Rəşidi xəlifələrin dövründə ələ keçirmişdi. Amma bu şimali Misirdə, daha doğrusu Afrikanın şimalında bax bu ərazilərdə müəyyən səhralıqlar var idi ki, onlar Əməvilərin dövründə ələ keçirir və burada indi siz keçirsiniz də coğrafiyadan Cəbəl-ü Tariq boğazı var. Bəli, həmin o dövrdə Cəbəl-ü Tariq deyil idi adı. Sonradan sonradan Tariqin şərəfinə oranı Cəbəl-ü Tariq boğazı adlandırdılar. Cəbəl-ü Tariq boğazından indiki Cəbəl-ü Tariq boğazından keçir hara? Piriney yarımadasına. Piriney yarımadasına 711-ci ildə Tariqin başçılığı altında keçdilər və burada kimlər yaşayırdı həmin vaxtı? Bu ərazilərdə deyirik ki, Veskotlar yaşayırdı. Veskotları məğlubiyyətə uğradıb bu Piriney yarımadasını ələ keçirdi.
Ərəblər. Kimlərin dövründə? Əməvilər sülaləsinin dövründə. Ondan sonra dedilər ki, biz şimala doğru gedib burada da Frank dövləti yaradacaq. Frankların da ərazisini ələ keçirəcəyik. Nə baş verdi? Deyirik ki, həmin vaxtı artıq 732-ci ildə məşhur Poitiers döyüşü. Bax, burada yeri də göstərilir. Poitiers. Bax, bu ərazidə Poitiers döyüşü baş verdi və həmin Poitiers döyüşündə ərəblərin Avropanın içərilərinə doğru irəliləməsinin qarşısını aldılar. Deməli, ərəblərin Qərbi Avropaya irəliləməsinin qarşısını franklar alır, Şərqi Avropaya irəliləməsinin qarşısını isə Xəzər xaqanlığı alır. Aydın oldu? Bəli. Daha sonra hansı ərazilərə keçir? Deyirik ki, Əməvilərin dövründə Xəzər xaqanlığı ilə döyüşlər baş verdi. Biz dedik, 1-ci Bələncər, 2-ci Bələncər döyüşü Rəşidi xəlifələrinin dövrü idi. Amma Savalan döyüşü, Hilat döyüşü, eyni zamanda 3-cü Bələncər döyüşü, bu döyüşlər artıq bunların dövründə idi. Yəni Əməvilər sülaləsinin dövründə idi. Hətta Hindistanın şimal-qərbində Hind çayına qədər olan əraziləri işarə elədim. Ələ keçirmişdilər. Həmin bax bu ərəblər. Aydın oldu? Bəli, Əməvilərin yaratma siyasətindən danışdım. Onlar vergiləri artırılmasıdır. Məsələn üçün, bax bu Tariq gəldi, Cəbəl Tariq İspaniyaya. Orada əhalini qılıncdan keçirib İslamı qəbul elətdirdi. Amma əslində İslam dinində kimsə qılıncdan keçirib İslamı qəbul elətdirmək deyə bir şey yoxdur. Biz İspaniyadakı müsəlmanları həmin dövrdə qılınc müsəlmanlar adlandırırlar. Çünki qılıncdan keçirildi, onlar oldu müsəlman. Amma bizim dövrümüzdə biz Rəşidi xəlifələrin dövründə qəbul eləmişik, İmam Əlinin dövründə qəbul eləmişik deyə İslamı bizdə qılıncdan istifadə olunmuyubdur. Amma Əməvilərin dövründə İspaniyada qılıncdan istifadə olunub, İslam dini yayılıbdır. Üsyanlar, bəli, artıq deyirik ki, bunların bu yaratma siyasətinə qarşı Mərkəzi Asiyada Əbu Müslümin köməkliyi ilə üsyan qalxdı. Eyni zamanda nədir onun adı? Azərbaycanda da Qəssab Müsafirin başçılığı altında üsyan qalxdı və bu üsyanlar nəyə gətirdi? Çıxartdı Əməvilərin sülaləsinin sonuna və ondan da qəddar olan Abbasilər sülaləsi gəldi hakimiyyətə 750-ci ildə. Lakin o qılınc müsəlmanları var idi, Əməvilər sülaləsini idarə elədiyi, bax bu Kordova əmirliyi. Kordova əmirliyi Abbasilərin hakimiyyətini qəbul eləmədi və 756-cı ildə nə yaratdı? Kordova xilafətini. Yəni bura ayrıldı. Bura xilafətdən ayrıldı. Deyirik artıq 8-ci əsrdə Ərəb xilafəti parçalanmağa başladı. Kordova xilafətinin bunlardan ayrılması ilə. Sonra görək bunların dövründə hansı hadisə baş verir? Deyirik ki, Talas vadisində döyüş oldu. Ərəblərlə Çinlər arasında Mərkəzi Asiyada. Ərəblər qalib gəlir, lakin daxillərində baş verən müəyyən proseslər bunların burada möhkəmlənməsinə imkan vermir və oranı gəlib Uyğurlar tutur. Aydın oldu. Hətta 762-ci ildə Bağdad şəhərinin əsasını qoydular. Bax, Bağdad indi İraq ərazisidir. Bağdad şəhərinin əsası qoyuldu və paytaxt Dəməşqdən, yəni Şamdan Bağdada köçürüldü. Elə bunların da siyasəti, yaratma siyasəti idi. Bunlar da artıq vergisini ödəyə bilməyənləri qula çevirirdilər. Bunlarda da xalqı incitdiyinə görə artıq üsyanlar baş verdi ki, biz bunu Azərbaycan tarixindən eşitmişik. Ən böyük üsyan hansı üsyan idi? 778-837-ci illəri əhatə eləyən Babək Xürrəmidinin başçılığı altında Xürrəmilər hərəkatı idi. Xürrəmilər hərəkatı düzdür ki, sonunda məğlub olur 837-ci ildə. Amma nəticəsiz qalmır da, deyirik, Ərəb xilafətini kökündən sarsıtdı həmin bax bu Xürrəmilər hərəkatı və başladı artıq 9-cu əsrdə tamamilə parçalanmağa. Misirdir, İrandır, Mərkəzi Asiyadır, Əfqanistan da, Azərbaycan da tamamilə dövlətdən ayrıldılar. 1055-ci ildə birinci Toğrul gəldi, buranın düzü süqutu uğratmır, asılı vəziyyətə saldı Abbasilər xilafətini. Amma 1258-ci ildə Hülakülər 3-cü yürüşü zamanı deyirik nə oldu? Tamamilə həmin bax bu Bağdad ələ keçirildi, xilafətdə süqutu uğradı. Çünki biz bildikdə Hülakü xan nə idi? Nifrət edirdi ərəblərə. Deyir ki, Allah ya məni yaradacaqdın ya da ərəbləri. Ona görə də onu elə 1258-ci ildə ərəblər süquta, daha doğrusu Monqolların yürüşü zamanı süquta uğradı ərəb xilafəti. Yaxşı, vergi növləri, demək olar ki, vergi növlərinin hamısını biz Azərbaycan tarixində eşitmişik. Xəracdır, torpaqdan istifadəyə görə alınırdı. Cizyə nə idi? Müsəlman olmayanlardan alınan can vergisi idi. Nəyə görə alırdılar onu? Deyirlər, qeyri-müsəlmanlar İslam ordusunda döyüşə bilməz. Ona görə bir növ elə bir qalxan puluya bənzəyir də o.
Yəni ya müharibəyə getməyib pul verirsən, elə bir şeydir. Ya müharibədə iştirak eləmirsən, əvəzində can vergisi ödəyəcəksən. Sonra xümus var ki, xümus bugünkü gündə var, əslində müsəlmanlarda olmalıdır. Xümus nə idi? Daşına bilən əmlakdan alınan 1/5 vergisini. Məsələn, ilin sonunda əlində qalan pulun 1/5-ni xümus olaraq verməlisən. Zəkatdakı daşınmayan əmlakdan alınan 40/1 vergisi idi. Ərəblərin dövründə. Yəni indi bugünkü gündə var o vergilər. Əslində xümüsdür, zəkatdır. Müsəlman əgər müsəlmanıqsa verməliyik onlar. Sonra torpaq mülkiyyət formaları var. Nə idi? Dövlət var idi, deyir ki, dövlətə məxsus idi. Divan da deyirdilər bunu. Eyni zamanda icma var idi ki, kəndlilərin torpaqları idi. Vəqf var idi. Vəqf nədir? Biz Azərbaycan tarixində birlikdə dini idarələrə məxsus torpaqlardır. Mülk nə idi? Feodalların irsən keçən torpaqlardır. İqtada xidmətə görə verilən şərti torpaqlardır. Nəsildən nəslə keçmir. Yəni elə çətin mövzu deyil. İnanıram ki, bunu yaxşı şəkildə öyrənəcəksən. Oldu.